O günü yad elə, İmam Hadinin sözüdür. O günü yad elə ki, öz ailövün gözü qabağında xəstələnib ölümlə əlbəyax olacaqsan. Başının üstündə sənə ölümdən nicat verəcək bir təbib tapa bilməyəcəksən və sənə kömək eləyəcək bir dostun olmayacaq. Mən keçən həftələrdə dedim, nə qədər sadə həqiqətlər var ki, biz yanından keçib gedirik. Amma diyan çox şey qazanır o. Heç nə deyil, bu hədis bildiyimiz şeyi bizə xatırladır. İmam Hadi buyurur ki, indi ki gəzirsən, dolanırsan, keyfin kökdür, o günü yadında saxla həmişə. Həmişə o günü yadında saxla ki, sən uzanmısan, ölümlə çarpışırsan, hamıdan məəttəl dayanıb baxır. Qüdrətlər gücdən düşüb. Burada tanışlıq kömək eləmir. Dost, qardaş, övlad hamısı aciz. O günü yadıva sal. Hamısı baxır, sən çarpışırsan, hamısı da aciz dayanıb sənə tamaşa eləyir, əllərindən heç nə gəlmir sənə kömək eləməyə. Ən qəti həqiqətlərdən biri ölümdür. Hamı bilir öləcək. Quran da dəfələrlə bunu deyir bizə. Quran deməsə də bilirik, Quran da vurğulayır, bildiyimiz şeyi yadımıza salır. Həmin Cümə surəsi ki, cümələr oxuyuruq. Qul innəl məvtəl-ləzi təfirrunə minhu. Nə gözəl ayədir bu. Qul innəl məvtəl-ləzi təfirrunə minhu fə innəhu mulaqikum thummə turaddunə ilə alimil qeybi və şəhadə. Buyurur, o ölüm ki, siz ondan qaçırsınız, hökmən görüşəcəksiniz ondan. Hökmən bir yerdə sizin sorağınıza gələcək. Heç gözləmədiniz bəzən məqamda. Gəlib sizi yaxalayacaq. Ondan sonra nə olacaq? Sümmə turaddunə ilə alimil qeybi və şəhadə. Nə gözəl ayədir bu. Ki, mən görmüşəm, gözümlə görmüşəm ki, arif adamlar namaz qılır, bu ayəyə çatanda özünü saxlaya bilmir. Sümmə turaddunə ilə alimil qeybi və şəhadə. Ölümdən sonra sizi aparacaqlar qeyb və aşkardan xəbərdar olan Allahın huzuruna. O Allah ki, qeybi və aşkarı görür. Hər şey onun gözü önündədir, onun huzurunda dayanacaqsınız. Nə yaxşı olar ki, bu sadə həqiqətə biz iman gətirək. Biz inanaq ki, bu ölüm var. O qədər sadədir, amma o qədər diqqət eləmirik. O qədər diqqətimizdən qaçır.